Salam, hər vaxtınız xeyir olsun. Atdığım sınaqlardan birinin izahını verəcəm. Diqqətlə qulaq asaq. Əvvəlcə onu nəzərinizə çatdırım ki, testə başlamamışdan qabaq, sınaqları işləməmişdən qabaq mütləq canlı dərsdə kim olmayıbsa, izahına mütləq baxsın. Olanlarda konspektə baxsın, yadına salsın. Açar sözlərdir, izahdır. Onları yadınıza salın, ondan sonra testə başlayın, sınağı başlayın işləməyə. Ki səhvləriniz çox çıxmasın. Dərsi başa düşəndən sonra, mahiyyətini anlayandan sonra testləri işləyin. Gəlin indi baxaq bir-bir. Məsələn, birdə deyir ki, uyğunluq gözlənilmişdir. Yəni biz nəyə baxmalıyıq? Doğruya doğru yazsın, yanlışa yanlış yazsın. 1. Müəllim pedaqoji fəaliyyətində yeni metodları öyrənir və tətbiq edir. Yeni metodları müəllimin öyrənməsi və tətbiq etməsi, istifadə etməsi müəllimin vəzifəsidir. Hər bir müəllim yeniliklərdən xəbərdar olmalıdır. Yeni metodları öyrənib tətbiq etməyi bacarmalıdır. Müəllimin vəzifəsidir, təhsil verənin vəzifəsi. Amma burada təhsil alınan hüququ yazdığına görə yanlışdır. Yanlışa doğru yazıb. Yanlışa doğru yazıbsa, baxın, yanlışdır, düzdür. Bura yazıram y. Yanlışa yanlış yazmalı idi burada, amma doğru yazıb. Deməli, burada uyğunluq pozulub. 1 çıxır, 1-i çıxıram. Cavablardan da 1-i çıxıram. Çünki mənə uyğunluğun gözlənildiyi lazımdır, pozulduğu yox. 2. Müəllim tədrisin forma və metodlarını sərbəst seçir. Tədrisin forma və metodunu sərbəst seçmək müəllimin hüququdur. Hansını istəsə seçə bilər. İstəkdən asılı bir şey olduğuna görə bu nə olacaq? Hüquq. İstək nə idi? Hüquq idi. Amma vəzifə borc idi. Eləməlisən. Hüquq amma elə bir şeydir ki, istəsən eləyərsən, istəməsən eləmərsən. Müəllimin o istədiyi formada dərsi keçməsi təhsil verənin hüququdur. Doğrudur. Doğruya doğru yazdığına görə uyğunluq gözlənilib. İçini götürürəm. 3. Şagirdlərlə ünsiyyət quran zaman müəllim onların şəxsiyyətinə hörmətlə yanaşır. Hörmətlə yanaşmaq demişdik ki, vəzifədir. Amma hörməti tələb etmək, istəmək hüquqdur. İndi burada hörmətlə yanaşır dediyinə görə olacaq təhsil verənin vəzifəsi. Təhsil verənin vəzifəsidir ki, qarşısında olan o şagirdlərlə ünsiyyət qursun və onların şəxsiyyətinə hörmətlə yanaşsın, əməkdaşlıq eləsin. Bu onların vəzifəsidir. Vəzifədir. Doğruya doğru yazdığına görə burada uyğunluq gözlənilib. Deməli 3-ü də götürürəm. 4. Müəllim şagirdin sinif fəaliyyəti ilə bağlı bəzi problemli məsələləri valideynin özü ilə söhbət edərək həll edir. Təbii ki, bu nədir? Müəllimlə valideynin əməkdaşlığıdır. Və yaxud da valideynləri, o təhsil alanların dərsləri haqqında, fəaliyyəti haqqında valideynləri məlumatlandırmaqdır. Bu da təhsil verənin vəzifəsidir. Yəni bu situasiya əməkdaşlıq etməkdir, məlumat verməkdir. Təhsil verənin vəzifəsinə uyğundur. Doğru yazıb. Amma doğrunun qarşısına yanlış yazdığına görə burada uyğunluq yenə də nə edib? Pozulub. 4 də çıxır. Cavab olacaq 2-3 Y variantı. 2-yə baxaq. Müəllim dərsdə fərdi təlim iş formasını tətbiq eləyir və hər gün bir şagirdin potensial imkanını nəzərə alaraq tapşırıqlar verir. Yəni bu o deməkdir ki, fərdi iş formasını tətbiq eləyirsə və hər gün fərqli şagirdlərin potensial imkanlarını nəzərə alırsa, nəzərə alaraq tapşırıqlar verirsə, deməli burada uşaqların, şagirdlərin müxtəlifliyini nəzərə alır. Müxtəlifliyi nəzərə almaq, müxtəlifliyi gözləmək, müxtəlif o səviyyələri nəzərə alaraq müxtəlif tapşırıqlar vermək hansı pedaqoji tələbin reallaşdırmasıdır? Təbii ki, bərabər imkanların yaradılmasıdır. Bərabər imkanların yaradılmasının açar sözlərindən biri müxtəlif maraq, istək, öyrənmə tərzləri, səviyyələrin nəzərə alınması, bir sözlə müxtəlifliyin nəzərə alınmasıdır. Bərabər imkanların açar sözü. Ona görə də cavab D variantıdır 3-də. 3-ə baxaq. Müəllim şagirdlərə yeni mövzunu tədris eləyir, lakin həmin mövzunun real həyatdakı əhəmiyyətindən bəhs etmir. İzah eləyir, tədris eləyir mövzunu, izah eləyir, öyrədici xüsusiyyəti var. Amma əhəmiyyətindən bəhs etmir, həyati əhəmiyyətini izah etmirsə, faydasını başa salmırsa, deməli burada tərbiyəedici xüsusiyyət pozulub. Və biz demişdik ki, pedaqoji tələblərdən pedaqoji prosesin tamlığında müəllim 3 xüsusiyyəti gözləməlidir. Müəllim dərsi izah etməlidir, öyrətməlidir, öyrədir, izah edir, öyrədici xüsusiyyətdir, inkişaf etdirməlidir, inkişaf etdirici xüsusiyyətdə nə edir? Məsələn, sual-cavab prosesi təşkil edir ki, uşaqlar dərsi daha yaxşı başa düşsünlər, inkişaf etdirsinlər, əldə etdiyi bilikləri. Bu inkişaf etdiricidir. Bir də var tərbiyə edici, yəni uşaqlara o mövzunun həyati əhəmiyyətini də faydasını da başa salır ki, şagirdlər həyatda harda lazım olduğunu dərk eləsin, başa düşsün, mənimsəsin. Deməli, bu nədir? Tərbiyəcidir. İndi burada yeni mövzunu tədris edirsə, öyrədici xüsusiyyətə bir dənə plus qoyuruq. Amma əhəmiyyətini bəhs etmirsə, əhəmiyyətini başa salmırsa, həyatdakı əhəmiyyətindən bəhs etmirsə, deməli, burada tərbiyəci pozulub. Tərbiyəcinin qarşısına bir dənə minus qoyuruq. Deməli, burada nəticə etibarilə pedaqoji tələblərdən pedaqoji prosesin tamlığı pozulub. Yəni, birə aiddir C. 2-də deyir, müəllim şagirdin səhvlərinə istehza ilə yanaşır. Müəllim şagirdin səhvlərinə istehza ilə yanaşırsa, məsələn, tutaq ki, mən sizin səhvlərinizə istehza ilə yanaşsam,
hər hansı bir müəllimin səhvinə istehzayla yanaşsam, həmin o müəllim mənə ikinci dəfə sual verməkdən, cavab verməkdən, fikrini söyləməkdən çəkinəcək. Çünki mən onu artıq pərt eləmişəm. Çünki mən artıq onun səhvinə istehzayla yanaşmışam. O artıq mənə cavab verməkdən də, sual verməkdən çəkinir. Deməli mən orada sağlam psixoloji mühit yaratmadım. Dəstəkləyici mühit yaratmadım. Deməli fikrinə nə aiddir? A. Dəstəkləyici mühitin açar sözləri hansıları idi? Zəruri infrastrukturla uşaqları təmin etmək, sağlam psixoloji mühit yaratmaq, təhlükəsiz şərait yaratmaq. Bir də demişdik ki, şagirdləri pərt eləmək, məyus eləmək olmaz. Onlar sual verməkdən, cavab verməkdən, fikir söyləməkdən çəkinməməlidirlər. Yəni bir sözlə sağlam psixoloji mühit olmalıdır. Ona görə də 2-yə aiddir A. 3. Müəllim sual hazırlayarkən yalnız zəif nəticə göstərən şagirdlərin səviyyəsinə uyğun suallar hazırlayır. Yəni bu o deməkdir ki, müxtəlifliyi nəzərə almır. Müxtəlifliyi nəzərə almırsa, ancaq bir səviyyədə suallar hazırlayırsa, ancaq asan suallar hazırlayırsa, deməli orada potensial səviyyəsi yuxarı olan şagirdləri nəzərə almır. Onları prosesdən kənarda saxlayır. Deməli orada müxtəlifliyi nəzərə almırsa, söhbət nədən gedir? Bərabər imkanların yaradılmasından gedir. Burada bərabər imkanların yaradılması pozulub. 3-ə də aiddir nə? B. 1C, 2A, 3B. Cavab B variantı. 4. Şagird dərs zamanı qruplarla işləməyi çox sevir. Nitqi səlis və aydın olsa da, qrupdaşı şagirdlərlə ünsiyyət qurmaqda çətinlik çəkir. Özünü ifadə eləyə bilmir. Müəllim bu halı müşahidə etsə də heç bir tədbir görmür. Baxın, burada söhbət nədən gedir? Deyir, nitqi var. Nitqi aydındır, səlisdir, amma digər ki, ünsiyyət qura bilmir. Özünü ifadə eləyə bilmir. Yəni, bu hansı əsər sözü verib bizə? Özünü ifadə etmə bacarığı. Ünsiyyət qurma bacarığı hansı pedaqoji tələbin açar sözü idi? Şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülükdə 2 dənə açar sözümüz var idi. Birinci açar sözümüz o idi ki, şagirdlərdə milli mənəvi dəyərlər formalaşdırmaq. Yəni, onlara vətənpərvərlik, azərbaycançılıq, bayraqçılıq, cəbçilik hisslərini aşılamaq. Bir də var idi ki, digər açar sözümüz bu idi ki, idrak, ünsiyyət, psixomotor bacarığın inkişafı. İdrak, ünsiyyət nə idi orada? Uşaq, məsələn, dərsi öyrənib, amma dərsi danışa bilmir. Deyir ki, müəllimə, mən dərsi öyrənmişəm, amma dərsi danışa bilmirəm. Özümü ifadə eləyə bilmirəm. Ünsiyyət qura bilmirəm. Uşaq orada özünü ifadə eləyə bilmir. Dərsi öyrəndiyi halda danışa bilmir. Cavabı bildiyi halda cavab verə bilmir. Və yaxud da yoldaşları ilə ünsiyyət qurmaqda çətinlik çəkir. Danışa bilmirsə, deməli orada şəxsiyyət önümlüyü pozulub. Yəni müəllim uşaqlarda o bacarıqları formalaşdırmayıb. Bir də var idi orada psixomotor. Psixomotorda hərəkət qabiliyyəti idi, hərəkətli idi. Yəni məsələn, hər hansı bir şagird rəsm çəkə bilmirsə, şeir söyləyə bilmirsə və yaxud da hərəkətli olsun, aktivli olsun. Məsələn, hər hansı bir obrazı canlandıra bilmir. Nədir orada? Hərəkətliyi var, hərəkət aktivliyi var. Canlandırmaqdır, hər hansı bir şey sənədləşdirməkdir, rəsm çəkməkdir, rəqs etməkdir, məşq etməkdir. Aktivliyi ilə bağlı, hərəkət qabiliyyətlə bağlı hər hansı bir şey bizə deyilsə ki, uşaq bunu bacara bilmir, eləyə bilmir, deməli orada yenə də müəllim onun hərəkət qabiliyyətini formalaşdırmayıb, yəni şəxsiyyət önümlüyü pozub. İndi burada da bizim açar sözümüz nədir? Ünsiyyət qurmaqda çətinlik çəkmək və özünü ifadə edə bilməmək. Deməli burada şəxsiyyət önümlüyü pozulub. Bir də bizdən nə istəyir? Hüquq vəzifəni istəyir. Burada müəllim vəzifəsini düzgün icra etməyib. Çünki müəllim deyir, bu halı müşahidə etsə də heç bir tədbir görmür. Yəni görməzdən gəlir. Şəxsiyyət önümlüyü pozur. Uşaqda o həyati bacarıqları formalaşdırmır. Halbuki həyata hazırlamaq, şagirdə həyata hazırlamaq, onu düzgün şəxsiyyət kimi formalaşdırmaq, yetişdirmək müəllimin vəzifəsidir. Müəllim o vəzifəsini pozur. Deməli burada həm şəxsiyyət önümlüyü pozulub, həm də müəllim öz vəzifəsini düzgün yerinə yetirməyib. Cavab Y variantı. 5-ə baxaq. Şagird bir müddətdir ki, zərərli vərdişlərlə məşğuldur. Müəllim bundan xəbərdar olsa da bu məsələnin həlli ilə bağlı heç bir addım atmır. Düşünür ki, bu məsələnin həllinin onunla heç bir əlaqəsi yoxdur. Verilmiş situasiyaya görə variantlardan hansı doğrudur? İndi gəlin baxaq. Deyir, şagird bir müddətdir ki, zərərli vərdişlərlə məşğuldur. Deməli, burada şagird hansı vəzifəsini pozub? Sağlam həyat tərzi keçirmək vəzifəsini pozub. Bu getdi. Yaxşı, bəs müəllim hansı vəzifəsini pozub? Deyir, müəllim xəbərdar olsa da heç bir addım atmır. Deməli, müəllim onu görür, amma görməzdən gəlir. Yəni, şagirdləri zərərli vərdişlərdən çəkindirmək vəzifəsini pozur. Deməli, hər ikisi, müəllim də, şagird də öz vəzifə funksiyalarını yerinə yetirmir. Yəni, cavab Y variantı. Hər ikisi vəzifəsini pozur. Hansı vəzifəsini? Şagird sağlam həyat tərzi keçirmək vəzifəsini pozur.
Müəllim isə təhsil alanları zərərli vərdişlərdən çəkindirmək vəzifəsini pozur. Deməli, cavab olacaq nə? Y variantı. 6-ya baxaq. Müəllim şagirdlərin bilik və bacarığını fərdi şəkildə testlər vasitəsilə yoxlamağa çalışır. Şagirdlərin testdəki mövcud vəziyyətini müəyyən etdikdən sonra qərar verir ki, şagirdlər isim dərsində səhvlərə yol verdiyi üçün proqramına dəyişiklik edərək isim dərsini yenidən keçsin. Biz demişdik ki, əgər şagird hər hansı bir mövzuda, hər hansı bir belə deyim də, hər hansı bir mövzu ilə bağlı və yaxud da hər hansı bir məqamda çətinlik çəkirlərsə və yaxud da sualda, tapşırıqda olsun, fərqi yoxdur. Çətinlik çəkdikləri hər hansı bir məqam varsa, səhvləri varsa, müəllim əgər o problemi gələn dərs yenidən, o problemi gələn dərs izah edirsə, yenidən keçirsə, deməli bu nə olacaq? Köhnə mövzunu yenidən keçmək inkişaf yönümlük. Yox, əgər dərsdəcə uşağa istiqamət versə, yönəldici rəy versə, olacaq fəaliyyətin stimullaşdırılması. İndi burada da deyir ki, uşaqlar isim dərsində səhvlərə yol verdiyinə görə müəllim proqramında dəyişiklik eləyir və isim dərsini yenidən keçir. Köhnə dərsi yenidən, yeni dərsdə təzədən izah eləyir. Deməli, burada hansı tələb gözləniləcək? İnkişaf yönümlülük tələbi gözləniləcək. 7-yə baxaq. Deyir, Nigar müəllim fəaliyyətə başladığı yeni sinifdə diaqnostik qiymətləndirmə keçirərək şagirdlərin mövcud bilik və bacarıq səviyyəsini müəyyən etməyə çalışır. Əli müəllim isə sentyabrın 15-i diaqnostik qiymətləndirmə keçirdikdən sonra nəticələri analiz edərək müəyyən tədbirlər görməyə çalışır. Verilmiş situasiyaya uyğundur. Bizdən pedaqoji tələb istəyir yenə də. Biz demişdik ki, diaqnostik qiymətləndirmə həyata keçirmək hansı pedaqoji tələbin reallaşdırılmasıdır, açar sözüdür. Diaqnostik qiymətləndirmə şagird yönümlüyə aiddir. Diaqnostikin çünki nəticələri rəsmi olaraq heç yerdə qeyd olunmasa da, müəllim bunu eləməlidir. Niyə? Əgər şagirdi düşünürsə müəllim, şagird o müəllim üçün öncəlikdirsə, ön plandadırsa, şagirdini düşünən müəllimdirsə, onda ilin əvvəlində müəllim o şagirdlərə diaqnoz qoymalıdır. Yəni onların o mövcud bilik bacarıq səviyyəsini yoxlamalıdır. Ondan sonra il boyu fəaliyyətini o bilik bacarığa uyğun qurmalıdır. Aydındır. Ona görə də burada diaqnostik qiymətləndirmə keçirmək şagird yönümlülük tələbinin reallaşdırılmasıdır. Yox, əgər diaqnostikdən sonra görsə ki, situasiyada müəllim başqa bir şeylər də eləyir, artıq onda pedaqoji tələbimiz dəyişə bilər. İndi burada deyir ki, Nigar müəllim fəaliyyətə başladığı yeni sinifdə diaqnostik qiymətləndirmə keçirərək şagirdlərin mövcud bilik və bacarıq səviyyəsini müəyyən etməyə çalışır. Yəni burada birinci situasiyada Nigar müəllim nə edib? Ancaq diaqnostik keçirib, düzdürmü? Diaqnostik keçirib, uşaqların mövcud bilik və bacarıq səviyyəsini yoxlayıb. Deməli, burada hansı pedaqoji tələb gözlənilib? Şagird yönümlülük. Əli müəllim isə diaqnostik qiymətləndirmə keçirdikdən sonra, baxın, bura qədər şagird yönümlüydür. Amma keçirəndən sonrasına baxaq, nə edib? Nəticələri analiz edib və müəyyən tədbirlər görməyə çalışıb. Deməli, biz demişik ki, uşaqların hər hansı bir problemləri ortaya çıxarsa, səhvləri ortaya çıxarsa, çətinlik çəkdiyi məqam olarsa, həmin o problemləri müəllim aradan qaldırmaq üçün tədbirlər görməyə çalışırsa, deməli, orada inkişaf yönümlülük tələbini gözləmiş olur. Deməli, Əli müəllim nə edib? İnkişaf yönümlülük tələbini reallaşdırıb. Nigar müəllim şagird yönümlülük, Əli müəllim inkişaf yönümlülük. Cavab ona görə də C variantı. 8-ə baxaq. Şagirdlər həyat bilgisi dərsində məktəbin həyətində gül açır. Lakin müəllim nəzarətindən kənarda qaldıqları üçün şagirdlərin əlləri çiklənir. Yəni müəllim onları təhlükəsizlik o avadanlıqlarına təmin eləməyib, məsələn, əlcək verməyib, düzdürmü? Və yaxud da əllərini yumağa şərait yaratmayıb. Yəni orada heç bir sağlam psixoloji mühitdən, heç bir təhlükəsiz şəraitdən söhbət gedə bilməz. Müəllim burada nəyi pozub? Dəstəkləyici mühiti pozub. Ona görə də cavab olacaq D variantı. 9-a baxaq. Rasim Azərbaycan dili fənninə fe'l bölməsinə maraq göstərmir. Verilən tapşırıqları çətinliklə yerinə yetirir. Dərsə həvəs göstərmir. Rasimin həmin mövzunu sevməmə səbəbi müəllim tərəfindən keçirilən dərsin mahiyyətinin, həmin dərsin gələcəkdə olaraq faydasının hansı formada olacağını aşılamamasıdır. Yəni burada müəllim nə edib? Deyir ki, nəzəri məlumatlarla onları təmin eləyir. Ardına baxın, yəni izah eləyir. Nəzəri olaraq Rasim öyrənir, amma dərsin mahiyyətini anlamır. Öyrədir, izah eləyir. Bu öyrədici xüsusiyyətdir, düzdürmü? Bir dənə plus qoyuruq. Amma mahiyyətini başa salmırsa, həyatda harda lazım olacağını aşılamırsa uşaqlara, faydasını izah eləmirsə, həyati əhəmiyyətini izah eləmirsə, deməli orada tərbiyəci xüsusiyyət pozulub. Deməli bu nəyə aiddir? Pedaqoji prosesin tamlığına. Öyrədici var, tərbiyəci yoxdur. Pedaqoji prosesin tamlığı nə olub? Pozulub. Cavab A variantı. 10.
Deməli, deyir, şagird sinifdə təşkil olunan debatda iştirak eləyir. Lakin debat zamanı müəllim şagirdin davamlı olaraq sözünü kəsir, şagirdin öz fikrini səsləndirməsinə mane olur. Yalnız öz fikrini diktə eləyir. Ancaq öz fikrini deyirsə, qarşı tərəfi dinləmirsə, baxın, deyir, yalnız öz fikrini diktə eləyir. Yəni imkan vermir qarşı tərəfin fikrini söyləməsinə. Deməli, burada şagird yönümlülük tələbi pozulmuşdur. Çünki əgər müəllim şagirdlərin fikirlərini də dinləyirsə, onları nəzərə alırsa, orada şagird yönümlülük tələbi reallaşdırılıb. Amma ancaq öz fikrini deyirsə, orada şagird yönümlülük pozulub. Deyir, həmçinin müəllim onun fikirlərini məsxərəyə qoymağa çalışır. Nəticədə şagird məyus olur, özünə qapanır və növbəti dəfə öz fikirlərini söyləməyə çəkinir. Hansı pedaqoji tələbini açar sözlərdir? Dəstəkləyici mühitin. Çünki burada heç bir sağlam psixoloji mühitdən söz gedə bilməz. Harda demişdik, uşaq məyus olmamalıdır, pərt olmamalıdır. Müəllim elə bir şərait yaratmalıdır ki, uşaq fikir söyləməkdən, cavab verməkdən, sual verməkdən çəkinməsin. Çəkinirsə, pərt olursa, özünə qapanırsa, dəstəkləyici mühit pozulub. Həmçinin burada müəllim uşağın sözünü kəsirsə, onu dinləmirsə, ancaq öz fikrini diktə eləyirsə, öz fikrini deyirsə, deməli şagird yönümlülük tələbi pozulub. 2 variant var. Şagird yönümlülük, bir də dəstəkləyici mühit. Cavab D variantı. Ümid edirəm aydın oldu. 11-ə baxaq. Müəllim diaqnostik qiymətləndirmə ilə şagirdlərin bilik və bacarıq səviyyəsini təyin eləyir. Bura qədər əgər olsaydı situasiya, deyərdim ki, şagird yönümlülükdür. Amma ardı da var. Deyir və daha sonra tapşırıq və mövzuların çətinlik dərəcəsini, həmçinin hansı şagirdə hansı çətinlik dərəcəsinə uyğun mətn və ya tapşırıq verəcəyini müəyyənləşdirir. Yəni burada müxtəlif səviyyəli tapşırıqlar verir uşaqlara. Uşaqların, şagirdlərin müxtəlifliyi nəzərə alır. Müxtəlifliyi nəzərə alırsa, bərabər imkanlar gözlənilib. Həmçinin burada öyrənmə tərzi yox, maraq yox, hazırlıq səviyyəsi nəzərə alınıb. Çünki burada deyir axı, bilik bacarıq səviyyəsini təyin edir və o səviyyələrə uyğun tapşırıq hazırlayır. Yəni orada şagirdlərin hazırlıq səviyyəsi nəzərə alınıb. Müxtəlifliyi də nəzərə aldığına görə bərabər imkanlar gözlənilib. Cavab C variantı. 12-yə baxaq. Müəllim KSG-nin nəticələri elan olunandan sonra buraxılan səhvlər üzərində iş aparmır və şagirdlərin fəaliyyətində daha çox nələrə diqqət etməsi ilə bağlı konstruktiv rəy vermir. Deyir, hansı pedaqoji tələb pozulub? Deyir ki, KSG nəticələri elan olunub. Həmin o səhvlər üzərində iş aparmır. Yəni, müəllim o uşaqların problemlərini aradan qaldırmaq üçün tədbirlər görmür. Uşaqları inkişaf etdirmir, inkişaf yönümlülük pozulub. Bir də buradadır konstruktiv rəy vermir. Rəy vermək hansı tələbin açar sözdür? Fəaliyyətin stimullaşdırılmasının. Fəaliyyətin stimullaşdırılması da pozulub, inkişaf yönümlülüyü də pozulub. Ona görə də cavab Y variantı. 13-ə baxaq. Dərsdə sual-cavab zamanı şagird doğru cavabın nə olduğunu bilsə də, səhv deyərəm, müəllim məni danlayar düşüncəsi ilə cavab verməkdən çəkinir. Bundan xəbərsiz müəllim şagirdin cavab verməməsini düşünmə vaxtının olmaması ilə bağlayaraq ona gözləmə müddəti verir. Deyir, burada hansı pozulub, hansı əməl olunub. Baxın, əgər burada şagird çəkinirsə cavab verməkdən, deməli burada avtomatik hansı pedaqoji tələbi deyəcəm. Dəstəkləyici mühit pozulub. Pozulan dəstəkləyici mühitdir. Yaxşı, bəs əməl olunan hansıdır? Ardıca deyir ki, bundan xəbərsiz olan müəllim düşünür ki, bəlkə də şagird gözləmə müddəti verməmişəm. Ona görə ona gözləmə müddəti verim. Deməli, burada müəllim şagirdlərin o müxtəlifliyi nəzərə alaraq uşağa gözləmə müddəti verir ki, ola bilsin, məsələn, bu uşaq ekstrovertdir və yaxud da introvertdir. Məsələn, introvert şəxsiyyət tipli şagirdlərin daha çox gözləmə vaxtına ehtiyacı var axı. Çünki çox düşünürlər, gec düşünürlər, dərindən düşünürlər. Düşünür ki, ola bilər bu uşaq introvert olsun, ona görə mən ona çox gözləmə vaxtı verirəm. Yəni, müxtəlifliyi nəzərə alır. Müxtəlif o xüsusiyyətləri nəzərə alaraq gözləmə müddəti verirsə, bərabər imkanları gözləmiş olur. Deməli, dəstəkləyici mühit pozulub, bərabər imkanlar əməl olunub, gözlənilib. Cavab D variantı. 14-ə baxaq. Sual işarəsinin yerinə pozulmuş tələblərə uyğun situasiyanı müəyyənləşdirin. Deməli, bizə deyir ki, ortaq olsun. Yəni, həm burada pozulmuş deyir. Həm burada bərabər imkanlar pozulsun, həm də dəstəkləyici mühit pozulsun. Elə bir cavab tapmalıyıq ki, həm bərabər imkanlar pozulsun, həm də dəstəkləyici mühit. A-da deyir, müəllim şagirdlərə vətən müharibəsi haqqında danışır və onlarda vətənpərvərlik hissi formalaşdırır. Burada vətənpərvərlik hissi formalaşdırırsa, deyəcəm, avtomatik uşağın şəxsiyyətini yetişdirməyə çalışır, şəxsiyyətini formalaşdırmağa çalışır. Deməli, şəxsiyyət yönümlülük tələbin reallaşdırır. A çıxdı. Bizə lazımdır ki, bərabər imkanlarla dəstəkləyici mühit pozulsun. B-də deyir ki, qruplarla iş zamanı dərsə gecikən şagirdi müəllim qrup işinə cəlb etmir. Bununla da o təlim prosesindən kənarda qalır. Əgər şagird prosesdən kənarda qalırsa,
müəllim uşağı qrup işinə cəlb etmirsə, təsəvvür edin ki, dayanmısınız kənarda, hamı qrup işində işləyir, amma sən dayanmısan qıraqda baxırsan. Deməli, burada ayrı seçkilik var. Prosesdən kənarda qalırsa, deməli, burada bərabər imkanlar pozulub. Və bununla yanaşı dəstəkləyici mühit də pozulub. Nəyə görə? Çünki təsəvvür edin ki, dərsə gecikmisiniz və bütün şagirdlər iş görürlər, amma siz qalmısınız qıraqda. Müəllim sizi prosesə cəlb eləmir, qoymur qrup işinə qaynayıb qarışasınız, uşaqlarla işləyəsiniz. Deməli, orada ayrı seçkilik olduğuna görə həm bərabər imkanlar pozulub, həm də orada uşaq şagirdlərin qarşısında pərt olur, məyus olur, tək başına qalır. Pərt olduğuna görə, məyus olduğuna görə həm də orada dəstəkləyici mühit pozulmuşdur. Ona görə də cavab B variantı. Digərlərinə də baxaq. C-də deyir, müəllim KSG-də şagirdlərə müxtəlif səviyyəli suallar təqdim eləyir. Burada müxtəlifliyi nəzərə alırsa, müxtəlif səviyyəli suallar təqdim edilirsə, deməli burada bərabər imkanlar gözlənilib. Ona görə də C-də çıxır. D-də deyir, müəllim mövzunu izah eləyir, həyatla əlaqələndirir, amma mənəvi keyfiyyətləri, dəyərləri formalaşdırmır. İzah eləyirsə, öyrədici xüsusiyyətə plus qoyuram. Həyatla əlaqələndirirsə, tərbiyəciyə plus qoyuram. Deməli, burada pedaqoji prosesin tamlığı gözlənilib. Bu vercilə qədər pedaqoji prosesin tamlığı gözlənilib. Deyir, amma mənəvi keyfiyyətlər, dəyərləri formalaşdırmır. Mənəvi dəyərləri formalaşdırmaq, milli mənəvi dəyərlər aşılamaq hansı pedaqoji tələbi idi? Şəxsiyyət önümlülük. Formalaşdırmırsa şəxsiyyət önümlülüyü pozub. Deməli, D variantında olan situasiyada pedaqoji prosesin tamlığı gözlənilib, şəxsiyyət önümlülüyü isə pozulub. Y-də deyir, verilən tapşırığı uşaqlar işlədikdən sonra müəllim səhvlər üzərində iş aparmadı. Tapşırığı işlədikdən sonra səhvlər üzərində iş aparmırsa müəllim, deməli burada fəaliyyətin stimullaşdırılması pozulub. Çünki müəllim o səhvləri düzəltmək üçün uşağa rəy verməli idi, konstruktiv rəy verməlidir, yönəldici rəy verməlidir, istiqamətləndirməlidir ki, şagird gedib o səhvlərini düzəldə bilsin, gələn dəfə o səhvləri eləməsin. Deməli burada fəaliyyətin stimullaşdırılması pozulub. Ona görə də cavab B variantıdır. 15-ə baxaq. Müəllim sualları hazırlayarkən şagirdlərin müxtəlifliyi nəzərə alır. Müxtəlifliyi nəzərə almaq dedik ki, bərabər imkanların yaradılmasıdır. Biri aiddir C. Müəllim KSG keçirdikdən sonra şagirdlərin nailiyyətlərini təhlil eləyir. KSG keçirəndən sonra şagirdin nailiyyətini təhlil eləyirsə, deməli burada söhbət nədən gedir? Fəaliyyətin stimullaşdırılması. Çünki təhlil eləyir. Baxın. Yox, fəaliyyətin stimullaşdırılması deyil. Çünki burada deyir keçirəndən sonra, KSG vaxtı demir ki, KSG-ni keçirəndən sonra, yəni gələn dərs o nailiyyətləri təhlil edir ki, kimin harda nə səhvi çıxıb, nə düzü çıxıb. Hansı yerdə çətinlik çəkiblər. Həmin onları belə deyim də o nailiyyətdən təhlil edəndən sonra uşaqlara onu izah edəcək təzədən. Deməli bu nə olacaq? O problemləri sanki aradan qaldırmağa çalışır. Aradan qaldırmağa çalışırsa, deməli bu nədir? İnkişaf önəmliyi 2-yə aiddir B. Amma 3-ə baxın, deyir, müəllim şagirdin nailiyyətinin daha da yaxşılaşdırılması üçün onlara əks əlaqə yaradır. Əks əlaqə nədir? Rəy. Yadda saxlayın, əks əlaqə bərabərdir rəyə. Rəy verməyə. Əks əlaqə ilə rəy vermək deməkdir. Ona görə də uşağa rəy verirsə, rəy də hansı pedaqoji tələbinə asar sözdür? Fəaliyyətin stimullaşdırılması. Deməli, bu nə olacaq? 3-ə də aiddir A. Yenə deyirəm, KSG keçirəndən sonra nailiyyətlərin təhlil olunması, problemlərin aradan qaldırılması inkişaf yönümlüydür. Amma o nailiyyətlərin yaxşılaşdırılması üçün uşaqlara rəy vermək, istiqamətləndirmək, o rəydir, istiqamətləndirməkdir, konstruktiv rəy, yönəldici rəy, bunlar hamısı fəaliyyətin stimullaşdırılmasının açar sözdür. Ona görə də 3-ə aiddir A. 1C, 2B, 3A. Cavab C variantı. 16-ya baxaq. Deyir, müəllim şagirdlərin bilik və bacarıqlarını zənginləşdirmək üçün onlara araşdırma tapşırığı verir. Bunun üçün müxtəlif mənbələrlə təmin eləyir. Hansı fikir deyir doğrudur? Şəxsiyyət önəmli pedaqoji tələbi. Xeyr, burada şəxsiyyətlə bağlı bir şey bizə verilməyib. Müəllim şagirddə informasiya savadlığı səriştəsini formalaşdırır və şagird önəmli tələbinə əməl edir. Bəli, bu ola bilər. Nəyə görə? Çünki burada uşaqlar araşdırma aparırlarsa, deməli avtomatik olaraq informasiya savadlığı formalaşacaq. Çünki o bizə demir ki, araşdırmanı gedir internetdən araşdırır, telefondan, kompüterdən istifadə edir. Xeyr, sadəcə araşdırma tapşırığı verirsə, sadəcə uşaqlar orada araşdırma aparacaqlarsa, informasiya savadlığı onlarda formalaşacaq. İnformasiya savadlığıdır. Bir də araşdırma aparanda şagirdlərin təfəkkürləri inkişaf edir, tənqidi təfəkkürü inkişaf edir. Təfəkkürün inkişafı da hansı pedaqoji tələbinə açar sözdür? Təbii ki, şagird yönümlülüyün açar sözüdür. Ona görə də informasiya savadlığı və şagird yönümlülük tələbinə əməl etmək olacaq. Cavab B variantı.
C-də deyir əməkdaşlıq səriştəsi. Xeyr, burada əməkdaşlıqdan söz getmir. D-də deyir tənqidi təfəkkür səriştəsini formalaşdırır. Tənqidi təfəkkür formalaşır, düzdür, bu da ola bilər, amma pedaqoji tələbə bizə vermədiyinə görə nə olacaq? Cavab B variantı olacaq. 17-yə də baxaq. Sinifdəki şagirdlərdən çoxu məkan vizual intellektə uyğundur və şəkillərlə işləməyi daha çox sevir. Amma müəllim şagirdlərə oxu materialları əsasında yazılı məruzə hazırlamağı tapşırır. Yəni burada ancaq onların yox, bütün uşaqların müxtəlifini nəzərə alır, maraq istəyi nəzərə alır. Yəni burada belə deyim də, həm də orada şagirdlərin təfəkkürünü də inkişaf etdirir. Düşünün, yazılı məruzə hazırlayacaqlar. Uşaqlar daha yaxşı, daha çox düşünəcəklər. Düşünməyə sanki uşaqları sövq eləyir. O asana qaçırtmır da, başa düşdünüz necə? Bir var hazır şəkil versin əllərinə vizual olaraq, material olaraq. Bir də var ki, yazı yazmağa, məruzə yazmağa sövq eləyir müəllim, onları yönləndirir. Deməli orada təfəkkürün inkişafı var. Təfəkkür inkişaf eləyəcəksə şagird ümumi tələbini reallaşdırmış olacaq. Ona görə də cavab B variantı. 18-ə də baxaq. Şagird ana dil dərsində riyaziyyata aid misalların həlli ilə məşğul olur. Şagirdin ana dil dərsinə həvəsinin olmadığını düşünən müəllim hansı addımı atsa fəaliyyətin stimullaşdırılması tələbinə daha çox əməl etmiş olar. Deməli mən elə cavab seçməliyəm ki, fəaliyyətin stimullaşdırılmasına uyğun olsun. Fəaliyyətin stimullaşdırılmasına müəllim əməl etsin. A-da deyir, şagirdlər arasında münasibət pozuntusunun səbəbini müəyyən edib, sinifdə psixososial mühit yaratmalıdır. Xeyr, burada heç bir münasibət pozuntusu yoxdur. Burada həm də psixososial mühit yaratmaqla, sağlam psixoloji mühit yaratmaqla şagird müəllim dəstəkləyici mühiti gözləmiş olur. Mənə dəstəkləyici mühit lazım deyil, mənə fəaliyyətin stimullaşdırılması lazımdır. Ona görə A səhvdir, A çıxır. B-də deyir, şagirdin çətinlik çəkdiyi məqamları müəyyən edərək ona konstruktiv rəy verə bilər. Bəli, bu ola bilər. Çünki konstruktiv rəy vermək, o uşaqların çətinlik çəkdiyi məqamları düzəltmək üçün uşağa rəy vermək, istiqamətləndirmək bilirik ki, fəaliyyətin stimullaşdırılmasının açar sözdür. Ona görə də B ola bilər. B qalsın. C-də deyir, şagirdin şəxsiyyət kimi inkişafında ünsiyyətin rolunu vurğulayaraq onunla tənbihedici söhbət aparmalıdır. Tənbih eləmək, danlamaq, əsəbləşməyə qışqırmaq olmaz. Sağlam psixoloji mühit olmalıdır. Burada da müəllim dəstəkləyici mühiti pozmuş olur. Ona görə C-də səhvdir. D-də deyir ki, sinifdəki bütün şagirdlərə eyni yanaşaraq onlar arasında bərabər mühiti bərqərar etməlidir. Xeyr, bu tamamilə yanlışdır. Düşünməyin ki, biz əgər şagirdlərə eyni cür yanaşsaq, bərabər imkanları gözləyirik. Xeyr. Eyni yanaşsaq, orada hansı müxtəliflikdən söhbət gedə bilər? Bərabər imkanların açar sözü müxtəlifliyi nəzərə almaqdır. Biz əgər istəyiriksə ki, bütün şagirdlər prosesdə aktiv iştirak eləsinlər, aktiv olsunlar, onda uşaqların müxtəlifliyini nəzərə alaraq dərsi qurmalıyıq. Hamıya eyni yanaşmamalıyıq. Məsələn, tutaq ki, bir var sağlam uşaqlar, bir də var ki, onlardan əlavə olaraq görməsində problemi olan, eşitməsində problemi olan bir qüsurlu uşaq. Əgər mən sağlam uşaqlara yanaşdığım kimi eyni ilə o qüsurlu uşağa da yanaşsam, onda inkişaf gedər? Təbii ki, xeyr. Deməli, mən orada müxtəlifliyi nəzərə alaraq dərsi təşkil etməliyəm. Ona görə də D-də yanlışdır. Orada bərabər imkanlar pozulub. Y-də deyir, şagirdin psixoloji problemini nəzərə alaraq onunla fərdi məşğul olmalıdır. Burada da fərdi məşğul olmaq, fərdi yanaşmaq bərabər imkanların gözlənilməsi deməkdir. Ona görə də Y variantı yanlışdır. Mənə fəaliyyətin stimullaşdırılması lazım olduğuna görə cavab B variantıdır. Konstruktiv rəy olduğuna görə stimullaşdırmaq. 19-a da baxaq. İki şagird arasında konflikt yaranmışdır. Şagirdlərdən birinin valideyni tələb edir ki, digər şagird sinifdən çıxarılsın. Deyir, bu situasiya ilə bağlı atılacaq hansı addım doğru hesab edilə bilər. Müəllim fəaliyyətin stimullaşdırılmasının tələbini yerinə yetirməlidir. Xeyr, burada uşağın heç bir səhvi yoxdur. Səhvini düzəltmək üçün rəyə ehtiyacı yoxdur. Ona görə də bir yanlışdır. Mənim situasiyama uyğun gəlmir bir. 2-də deyir, müəllim valideyn məktəb münasibətlərini tənzimləməsi tələbini yerinə yetirməlidir. Bəli, bu doğrudur. Valideynlə münasibətləri tənzimləməlidir, tənzimləməyə çalışmalıdır, söhbətlər aparmalıdır, əməkdaşlıq eləməlidir. Ona görə 2 doğrudur, situasiyama uyğundur. 3-də deyir, müəllim şagirdləri zərərli vərdişlərdən çəkindirmək vəzifəsini yerinə yetirməlidir. Xeyr, burada uşaqlar heç bir zərərli vərdişdən istifadə eləmirlər. Əgər situasiyamız ona uyğun olsaydı deyərdim hə düzdür. Amma situasiyamıza uyğun olmadığına görə 3-ü götürə bilmərəm. 4-də deyir, müəllim valideynlə əməkdaşlıq etmək vəzifəsinə əməl etməlidir. Bəli, bu da tamamilə doğrudur. Situasiyama uyğun olduğuna görə cavab D variantı. 20-yə də baxaq. Deyir, son zamanlar müəllim müşahidə edir ki, şagirdin əhval-ruhiyyəsi aşağıdır, dərsə maraq göstərmir. Buna görə də müəllim onunla fərdi şəkildə danışır, dostları ilə söhbət eləyir və yaranan problemin səbəbini müəyyənləşdirir. Daha sonra şagirdə psixoloji və emosional dəstək nümayiş etdirir. Burada müəllim nə etməyə çalışır? Şagird üçün sağlam psixoloji mühit yaratmağa çalışır. Sağlam psixoloji mühit yaratmaq hansı pedaqoji tələbin reallaşdırılmasıdır? Dəstəkləyici mühitin. Deməli, burada dəstəkləyici mühitin olduğu cavab 1A-dır.
B deyil. Fəaliyyətin stimullaşdırması ola bilməz. C ola bilər, dəstəkləyici mühitdir. D-də deyir ki, şəxsiyyət önümlü. Xeyr, şəxsiyyət önümlü yoxdur burada. D-də çıxır. Y-də deyir təhsilə bərabər imkanlar. Xeyr, bu da çıxır. Cavab A-dan C ola bilər. A-da deyir hüququn yerinə yetirir. C-də deyir öz vəzifəsini. İndi gəlin baxaq. Burada müəllim müşahidə eləyir ki, baxın, situasiyanı başa düşün mahiyyətini. Burada deyir ki, müəllim müşahidə eləyir ki, şagirdin əhval-ruhiyyəsi aşağıdır. Dərsə maraq göstərmir. Ola bilər ki, şagird şiddətə, zorakılığa məruz qalsın. Ola bilər ki, şiddət görsün. Ona görə əhval-ruhiyyəsi aşağı olsun. Ona görə dərsə marağı azalsın. Hər şey ola bilər. Buna görə də müəllim ondan fərdi şəkildə danışır. Dostları ilə söhbət eləyir, fikir verirsə araşdırır ki, görəsən buna səbəb nədir? Bəlkə elə dostları, yoldaşları bəlkə zorakılıq tətbiq edir, bəlkə şiddət göstərir həmin uşağa. Ona görə əhval-ruhiyyəsi aşağıdır. Araşdırır burada müəllim və yaranan problemin səbəbi müəyyənləşdirir. Yəni burada müəllim bir növ şagirdləri fiziki və psixi zorakılıqdan müdafiə etmək, qorumaq vəzifəsini nə edir? Əməl eləyir o vəzifəsinə. Deməli, həm o vəzifəsinə əməl eləyir, həm də şagirdlə fərdi söhbət aparır, əməkdaşlıq eləyir, düzdürmü? Şagirdlərlə əməkdaşlıq etməkdə nə olacaq? Müəllimin vəzifəsi. Əməkdaşlığın bir qaydasını demişdim. Canlı arasında əməkdaşlıq vəzifədir, cansız arasında əməkdaşlıq isə hüquqdur. İndi burada da müəllim şagirdlərlə əməkdaşlıq eləyirsə, deməli burada öz vəzifəsini əməl etmiş olur. Deməli, həm vəzifəsini yerinə yetirir, həm də uşaqlara psixoloji, emosional dəstək olmaqla sağlam psixoloji mühit yaratmaqla dəstəkləyici mühiti gözləmiş olur. Ona görə də cavab C variantı. Vəssalam, bu qədər. Ümid edirəm hər biriniz bütün bu sualları başa düşdünüz, hamısı aydın oldu. Əgər nə qaranlıq qalsa, bildirərsiniz, yenidən izah eləyərəm. Sağ olun, inşallah ki, gələn növbəti dərsdə görüşərik. Yenə deyirəm, xatırladıram, sınaqları işləməmişdən qabaq mütləq izaha baxın. Əgər canlı dərsdə olmamışsa izaha baxın. Əgər olmusunuzsa, ehtiyac bilmirsinizsə izaha təzədən baxmağa, onda gedin, açar sözlərə nəzər yetirin. Təkrarlayın, konspektə baxın. Ondan sonra testlərə başlayın. Sağ olun, hələlik, gecəniz xeyrə.